Mingəçevirdə məktəbli bıçaqlanıb, hadisə şəhərin energetiklər yaşayış massivində qeydə alınıb. İlkin məlumata görə 16 yaşlı yeniyetmə tanışı tərəfindən söyüşə görə bıçaqlanıb. Müxtəlif bədən xəsarətləri alan yeniyetmə Mingəçevir şəhər mərkəzi xəstəxanasına çatdırılıb. Baş verən hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, Martın 9-u gecə saatlarında Mingəçevir şəhərində 16 yaşlı yeniyetmənin xəsarət alması barədə polisə məlumat daxil olub. Həmin şəxsə kəsici alətlə xəsarət yetirən şəxsin kimliyi polis əməkdaşları tərəfindən müəyyən olunub və onun saxlanılması istiqamətində tədbirlər həyata keçirilir. Qeyd edək ki, bıçaq yarası alan 16 yaşlı yeniyetmə Mingəçevirdə yerləşən 4 saylı orta məktəbdə təhsil alır. Faktla bağlı araşdırmalar davam etdirilir. Elvin Qudratov, Rahim İbrahimoğlu, Bugün informasiya proqramı üçün.